bütün sıxıntıların başlanğıcı elə kök nöqtədə yerləşir. Və onlara açılışı da demək olar ki, elə prosedur zamanı baş verir, amma 3 saatdan sonra təsir eləyir insana. Naçika xanım, deyirsiniz ki, üçüncü gözü açıq olan Bəli. insanlarda. O necə? O hər insanda açıq olmur. Biz onu nə edirik? Belə açılış zamanı da nədir? Yəni insanları ayırsın. Yaxşı insan kimdir, pis insan kimdir? Hər insanla düz deyə, hər bir insan yaxşıdır. Yəni pis insan mənə elə gəlir ki, həyatda yoxdur. Həqiqətən həyatda pis insan yoxdur. Pisliyə düçar olan, elə bil ki, bu vəziyyətə gətirib çıxarılanlar, məsələn, mənim üçün düşmən olan sənin üçün dost ola bilər. Bəli, bəli. Yəni hər bir insan o düşmən olan insanı da dindirsən, vallah o da yaxşıdır. Həqiqətən yaxşıdır. Prosto insanlar da bir-birlərinə ürəyi sınır. Bəzi acı kəlmələr gətirib bizi axırda düşmənçiliyə gətirib çıxarır. Ancaq lazım deyil, boş yerədir. Heç kəslə düşmən olmaq gərək deyil. O deyirlər 5 günlük dünyadır. Həyatınızı yaşayın, xoşbəxtliyinizi yaşayın, sevinin, gülün, pozitiv olun, qurtardı getdi. Əsas budur.